Bu videoda mən sizə input funksiyasını göstərəcəm. Hansı ki, bundan sonra input funksiyasını biz çox istifadə edəcəyik. Gəlin baxaq görək bu input funksiyası nə olan şeydir. Məsələn, mən burada gəlib yazırdım ki, name bərabərdir Müşfiq. Və bunu ekrana yazdırmaq üçün print funksiyasından istifadə edirdim. Print name yazırdım. Proqramı çalışdıranda Müşfiq yazısını, Müşfiq sözünü burada görürəm. Bəs yaxşı, mən istəyirəm ki, proqramı çalışdıranda mən adı buradan daxil edeyim. Statik olmasın. Məsələn, bəlkə mənim adım Müşfiq deyil, məsəl üçün də. Yəni mən buradan başqa ad daxil edəcəm. O zaman mən bunun yerinə gəlib burada input funksiyasından istifadə edirəm. Baxın, promptda, yəni bu bir Python promptdur. Baxın, gəlib indi mən burada cls yazıb terminalı təmizləyib proqramı yenidən çalışdırsam, baxın, burada bir dənə kursor dayanıb. Yəni məni gözləyir ki, bura nəsə yazım. Mən bura nəsə yazıram. Məsələn, yazıram, tutaq ki, natiq yazıram. Enter vururam, baxın, burada natiqi yazdırdım. Mən burada natiq yazdım. Daha sonra print funksiyası da mənim yazdığımı ekrana yazdı. Məsələn, mən bura gəlib yazardım ki, your name is bu formada. Boşluğu da buraxardım. Hətta boşluğu buraxmasam zaten özü separator parametri var deyə burada boşluq buraxacaq. Proqramı yenidən çalışdırıram. Yazıram natiq. Enter vururam. Baxın, deyir your name is natiq bu formada. Hətta məsələn mən burada proqramı çalışdıranda baxın, kursor görünür. Mən istəyirəm burada mənim üçün bir mesaj versin. O zaman gəlib içərisində bir mesaj yaza bilərəm ki, what is your name? Sual verirəm və gəlin proqramı çalışdıraq. Baxın, Ctrl+C ilə proqramın işini dayandırıram, bura heç nə daxil etmirəm və cls yazıb terminalı təmizlədikdən sonra proqramı yenidən çalışdırıram. Baxın, deyir what is your name? Hə, bunu dedin, okey. Mən istəyirəm indi kursor alt sətirdə dayansın, mən adımı yazım. O zaman nə edərəm? Tərs /n yazaram bura. Yəni bir dənə new line, escape xarakteridir bu. Deyirəm ki, yeni sətrə at buradan sonra. Mən yeni sətirdə yazım adımı. Tamam, məsələn mən indi burada yazacağam. Yazıram Müşfiq. Və deyir your name is Müşfiq. Tamam, burası əladır. Yenidən proqramı çalışdıracağam. Baxın, bu dəfə what is your name deyir və burada kursor məni gözləyir. Məsələn, hətta elə eləyə bilərsiniz ki, məsələn, burada belə 2 nöqtə boşluq da buraxa bilərsiniz. Bu nədir? Məsələn, cls yazım təmizləyirəm. Yəni də yeni sətirdə 2 nöqtə görünəcək, bir dənə də boşluq verəcək ki, adını yazasan. Məsələn, baxın. Deyir what is your name? Məsələn, mən də burada yazıram Müşfiq. Enter vururam. Baxın, deyir your name is Müşfiq. Bu şəkildə. Input funksiyasından bu cür istifadə edirik. Məsələn, mən bunu şərh sətrinə alıram. Tutaq ki, yazıram ki, age bərabərdir input. Yazıram ki, your age. 2 nöqtə qoyuram, boşluq buraxıram və gəlib print edirəm age və print edirəm type age. Gəlib indi cls yazıb təmizləyirəm, buranı yenidən çalışdırıram. Baxın, your age, yəni yaşı soruşur. Gəlib yazıram, məsələn, tutaq ki, 45. Enter vururam. 45 yazır, amma bura yazır string. Niyə? Çünki input, yəni nə əlavə eləyəcəmsə 45, 100, onu string kimi götürür. Yəni gəlir bu formada götürür. Baxın, bu şəkildə götürür. Ona görə type string olur. Mən əgər tutaq ki, demək istəyirəm ki, 10 ildən sonra yaşı hesabla. Məsələn, gəlib burada deyirəm ki, print bu şəkildə və burada 10 ildən sonra yaşı hesablayacağım da. Məsələn, mən burada tutaq ki, daxil etdiyim, məsəl üçün deyirəm 45. 10 ildən sonra neçə olacaq? Gəlib bura 55 yazdırmalıyam, düzdürmü? O zaman gəlib format stringdən istifadə edə bilərəmmi? F stringdən. Və bura nəyi yazdıracağam? Age plus 10'u yazdıracağam, düzdürmü? Yəni burada age 45 olacaq və 45 plus 10'u yazdıracağam. Tamam, gəlin yoxlaya görə işləyirmi? Proqramı çalışdırıram. Deyir your age, yazıram 45, enter vuram, baxın xəta alıram. Niyə? Çünki age hal-hazırda stringdir. Stringlə integeri toplama deyə bir şey yoxdur axı. O zaman gəlib bunu nə edərdim? Bu mənim üçün stringdirsə, bunu integerə çevirmək üçün nə edirdim? Integer funksiyamın içərisində yazırdım. Və gəlib proqramı çalışdırsam, deyir ki, in 10 years you will be 33 years old. Bu şəkildə bir nəticə almış oluram. Yəni mən burada nə demək istədim sizə? Input funksiyası nə alırsa alsın, terminaldan nə yazıramsa yazım, istəyir ədəd, istəyir digər data typelar, hamısını string olaraq götürəcək. Onu da məsələn integerə çevirmək istəyirəmsə integerdən, floata çevirmək istəyirəmsə floatdan istifadə edə bilərəm. Ümid edirəm input funksiyasını başa düşdük. O zaman gəlin keçək növbəti dərsə. Növbəti dərsdə mən sizə stringlərdən danışacağam.